Biz Aşurada göstəririk ki, biz uşaq qatillərinin əleyhinəyik, biz zorakılığın əleyhinəyik, biz insanlıq tərəfdarıyıq, biz azad insanların tərəfdarıyıq, biz izzətlə yaşayan insanların tərəfdarıyıq. Bizim imamımız, sərvərimiz, Peyğəmbərin qucağında böyüyən İmam Hüseyin əleyhissalamdır. Biz kimə tərəf gedirik, kimin arxasınca gedirik, onların şəcərələri, şəxsiyyətləri, kimlikləri bəllidir. Onlar izzətlə yaşayan kişilərdir, onlar dəyərlə yaşayan kişilərdir, onlar dəyər uğrunda canını fəda eləmiş kişilərdir. İmam Hüseyin Kərbəlada şəhid olmadı. İmam Hüseyin artıq şəhid idi, şəhidliyi üzə çıxdı Kərbəlada. İmam Hüseynin Ərəfə duasına bax, İmam Hüseynin Ərəfə duası artıq şəhadətdir. Səni tapan nəyi itirib, səni itirən nəyi tapıb, budur şəhadət. Şəhadət budur. İmam Hüseyin əleyhissalam artıq şəhadət zirvəsinə ucalmışdı. Kərbəla bu şəhadətin təsdiqi idi, üzə çıxması idi. İmam Hüseyin əleyhissalam bütün bəşəriyyətə nicat vermək üçün bu hərəkəti başladı. İmam Hüseyin əleyhissalamın övladı zuhur eləyəndə deyəcək ki, ənəbnu mən qutilə ətşanən, mən susuz öldürülənin oğluyam. Mən Hüseyin ibn Əlinin oğluyam. Və deyirlər ki, dünyada insanlar hamısı tanıyacaq İmam Hüseyini. İmam Hüseyin heç zaman indiki kimi ümumbəşəri olmamışdı. Bugün dünya İmam Hüseyini tanıyır və İmam Zaman zuhur eləyəndə cəddinə istinad eləyəcək. Deyəcək, mən o kişinin oğluyam ki, sizə eşqin yolunda axıra qədər getdi. Bir imamın ümmətə sevgisi nə qədər ola bilər? Onu hər dəfə göstərmək imkanı olmur. Allah İmam Hüseyinə dedi ki, Hüseynim göstər, Allah dostları, övliyalar bu cəmaatı nə qədər çox istəyir, sənə icazə verirəm. İmam demədi ki, nə gələcək başıma? Dedi, ilahi mən hazır, nə olur olsun, tək ürəyimdə bu insanlıq eşqi üzə çıxsın.